Bu gözəl mənzili daxili faizsiz kreditlə də almaq imkanınız var. Necə? O videonu sona qədər izləyin. Onu sizə izah edəcəm. Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Yenə də möhtəşəm bir mənzilə sizin qarşınızdayıq. Şəhərin mərkəzində 28 may metrosunun düz yanında yerləşən yeni tikili binada yeni təmirli və təmirdən də sonra yaşayış olmamış geniş 3 otaqlı mənzildir. Mən mənzildə olan hər bir şeyi, hər bir detalı həmişə olduğu kimi sizin nəzərinizə çatdıracağam. Gəlin vaxt itirmədən başlayaq giriş hissədən. Mən bir-bir hər şeyi sizə göstərim. Burada giriş qapımızı görürsünüz. Girişdən daxil olduqda üzbəüz bu hissədə gözəl tresuarımız var. Böyük güzgü yerləşdirilib. Axıra kimi gizli işıqlar sağ və sol hissədə daraqlardan istifadə olunub. Daxil olduqda sağda isə burada Venetsiya boya, yenə sağ-sol qızılı kantlardan istifadə olunmaqda. Girişdə döşəmə qranitli üstü döşəmə ilə təchiz olunub. İşıqlandırmada lüstr və spotlar, əlavə olaraq gizli işıqlar da var. Eyni ilə buralardan da istifadə olunub. Ümumi işıqlanmada ona görə mənzil işıqlı mənzildir. Bunu canlı baxanda da şahid olacaqsınız. Deməli, daxil olduqda solda bu hissədə saxlanc yerimiz var. Gəlin içərisini göstərim. Yəni burada əşyalarınızı tam rahat yerləşdirə bilərsiniz. Otaqların yerləşməsi sizin nəzərə çatdırın. Burada mənzilin əsas yataq otağı yerləşir. Burada qonaq otağı, yanında mətbəx, ikinci yataq otağı, sanitar qovşaq, yanında isə çamaşırxanası. Keçək, başlayaq qonaq otağından. Mən bir-bir bütün otaqları sizə göstərim. Buradan daxil olaraq mənzilin qonaq otağına çox geniş kvadrat şəklində qonaq otağımız var. Ona görə mebel dəstəsi tam rahat yerləşdirə bilərsiniz. Yerləşməni belədir. O hissədə masa üçün yer ayrılıb, yəni masanın yeri orada. Yuxarısında lüstr da asılıb. Ümumilikdə 2 lüstrumuz var. Mərkəzdə də böyüyü. Əlavə olaraq gizli spotlar hamısı öz yerində. Bu hissədə divan, kreslo, jurnalni, TV, internet çıxış burada nəzərə alınıb. Arxa hissəsi Venetsiya boyadır. Şkafımız var burada və nəzərinizə çatdırım ki, elektrik qutularda hamısı orijinal Panasonic'dir, yəni keyfiyyətlidir. Ümumilikdə mənzildə istifadə olunan materiallar. Otaqlarda döşəmə parketdir, bambuk parketdir. Bütün otaqlarda kondisionerimiz var. Qonaq otağın bu hissəsində şkaflar yığılıb, üzbəüz aksesuarlar üçün aksesuarlar da yerləşdirilib. Yəni istədiyiniz əşyanı tam rahat yerləşdirə bilərsiniz. Qonaq otağının 2 böyük pəncərəsi var. Ümumilikdə mənzil işıqlı mənzildir, gün düşən mənzildir. Burada mənzilin eyvanına da çıxış var və eyvandan, ümumiyyətlə qonaq otağından, mətbəx və yataq otağından şəhərə, dənizə möhtəşəm panorama açılır. Keçək qonaq otağının yanında yerləşən mənzilin mətbəxinə. Mətbəxin də ölçüsü çox genişdir. Görürsünüz, burada rahatlıqla 4 nəfərlik masanızı yerləşdirmə imkanınız var. Onu qeyd edim ki, girişdə olan üstü döşəmə burada da davam etdirilir, buranın da döşəməsi qranitdir. Dediyim kimi bu hissəyə masanızı yerləşdirə bilərsiniz. Görürsünüz, kondisionerə kimi hər bir şey qoyulub hazırdır. Burada deməli daraqlardan istifadə olunub divarda, arasında yenə qızıl kantlar, dizayna uyğun tablolarımız yerləşdirilib. Gözəl yeni mətbəx mebelimiz yığılıb. Tam axıra kimidir, 3 hissədən ibarətdir. Yuxarı hissəsi şkafdır. Gözəl də rəng seçimi var. Burada soyuducumuz var, hazırdır, təzədir sobalar. Yəni bunlar istifadə olunmuyor. Üstü mərmərdir, üstü və sinəliyi mərmərdir. Qaz peçi aspiratı bunlar da yerləşdirilib, tam hazır vəziyyətdədir. Buranın işıqlanmasını göstərim sizə. Lüstr, spot, hər bir şey tam qaydasındadır. Gəlin buradan mən sizə mənzilin panoramasını da göstərim. Bura mənzilin eyvanıdır. Bura həm mətbəxdən, həm də bayaq göstərdim. Qonaq otağından da çıxış var. Kombidir. İstilik sistemi aparatda qoyulub hazırdır və şəhərə, dənizə möhtəşəm panoramamız var. Görürsünüz, alav qüllələri, dəniz, bayraq meydanı, telegüllər, yəni bir sözlə hər bir şey görsənir. Yəni şəhərdə görmək istədiyiniz bütün mənzərəni buradan görə bilərsiniz və 28 may metrosunun düz çıxışında yerləşir bu mənzil. Dediyim kimi mənzildə təmirdən də sonra bir gün belə yaşayış olmuyor. Nəzərinizə çatdırım. Mənzili alan şəxs buna ilk sahibi olacaq, belə deyim. Burada bayaq qeyd etdim, yerləşir mənzilin ümumi sanitar qovşağı. Mənzildə 2 sanitar qovşaq var, biri budur, biri də yataq otağının daxilində. Onu da indi göstərəcəm sizə. Buranın gözəlliyinə baxın, gözəl böyük maydadırımız yerləşdirilib. Divar üçün ünitaz. Burada
nişalar, əşyalar yerləşdirmək üçün yerlər nəzərə alınıb. Gözəl duş kabinimiz də yığılıb eyni zamanda və təbii ki, burada isti döşəmə ilə təchiz olunub. Və burada yerləşir bizim çamaşırxanamız, yəni paltaryan üçün yer burada nəzərə alınıb. Digər mənzillərdə olduğu kimi mətbəx mebelinin altında deyil. Burada ayrıca paltaryanı yerləşdirə bilərsiniz, yuyub, ütülüyüb, burada da tam asa bilərsiniz. Yəni bütün paltarların üçün hər bir şey nəzərə alınıb. Buradan daxil oluruq mənzilin əsas yataq otağına. Ümumiyyətlə otaqların hər biri genişdir, dediyim kimi işıqlı mənzildir. Burada da deməli otaqlarda döşəmə bambu parketdir. Yerləşməni artıq yəqin ki təsəvvür eləniz. Bura taxtın yeridir, arxası da işlərilib hazırdır. Qubqa sağ və sol güzgülərdən istifadə olunub buralar. Burada make-upımız, fərqli tərzdə, maraqlı tərzdə güzgümüz yerləşdirilib gec işıqla. Buradan da bayaq göstərdiyim şəhər və dəniz panoraması var. Yenə kondisionerimiz, TV internet çıxış burada nəzərə alınıb. Aşağı hissəsi şkafdır. Və bayaq qeyd etdim, bu yataq otağının daxilində ikinci sanitar qovşağımız yerləşir. Buranı da ümumi olaraq göstərim. Digərindən fərqli olaraq burada gümüş rənglərdən istifadə olunub. Ümumilikdə yenə duş kabinimiz yığılıb. Bütün aksesuarlar da hamısı tam hazır vəziyyətdədir. Keçək mən sizə ikinci yataq otağını da göstərim. Sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağım. Burada İkinci yataq otağımızdır. Dediyim kimi hər o yataq otağının özünə məxsus gözəlliyi var. Burada yenə gözəl make-up, kondisioner. Bu hissədən də qarşısı açıqdır. Yəni mənzilin hər tərəfindən qarşısı açıqdır. Heç bir bina qarşısını kəsmir. Taxtın yeri buradadır. Burada nəzərə alınıb. Sağ və sol buralardan istifadə olunub. Tavan hissəni də göstərim. TV internet çıxışı burada nəzərə alınıb. Bu hissədə divarda travertindir. Eyni zamanda qara kantlardan istifadə olunub. Belə, mən demək olar hər şeyi sizə göstərdim. Mənzilin məlumatdan bir daha nəzərinizə çatdırım. Yerləşir 28 mayda, 28 may metrosunun düz yanında. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış. Çox gözəl, 3 otaqlı mənzildir. Ölçüsü 120 kvadratdır. 16-cı mərtəbədə yerləşir. Möhtəşəm şəhər və dəniz panoraması var. Mənzilin qiyməti 455 mindir. Nəzərinizə çatdırım ki, əvvəl 469 min idi. Qiymətdə də endirim olunub. Təcili satılır. Yenə də qiymətdə müəyyən qədər danışmaq olar. Kredit demişdim. O məbləğin də təxminim 120 minini 14 ay müddətinə faizsiz şəkildə, kredit şəklində ödəyə bilərsiniz. Qalanı isə əvvəlcədən ödənməlidir. Belə əlavə məlumat üçün də göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.